Salam aleyküm dostlar. Neçə vaxtdır fərqli çəkilişlər edirəm, paylaşıram öz səhifəmdə. İstədim bununla bağlı bir məlumat verim. Ola bilsin ki, kiminiz üçün maraqlıdır. Bu avadanlığın adı Xoşberdir. Adətən steak bişirmək üçün nəzərdə tutulur. Xoşber adətən premium səviyyəli restoranlarda olur. Steaki daha yaxşı bişirir. Çünki kömürlə, odunla və həmin o qurğunun içində olan təzyiq və istilik steaki daha tez və daha yaxşı bişirir. Bişirmə həm də gücünü azaldıb çoxalmaq olur. Yəni buradan bunun tənzimlənir və mən bunu qoşqu üzərinə qoyub istənilən bir məkana, Bakı ətrafı, Bakıda istənilən bir tədbirə gətirə bilərəm. Böyle bir tədbir deyil, 20-25 nəfərdən ibarətdir. Düzdür, steak bişirməydik, fərqli şeylər bişiririk. Əgər izləmək istəyirsinizsə, əgər sizə maraqlıdırsa, sona qədər izləyin. El yakma sarayından, lələnin harayından, el yakma sarayından. Günde bir kerpiç düşür ömrümün sarayından. Günde bir kerpiç düşür ömrümün sarayından. Düşür, düşür ömrümün sarayından. Düşür, düşür ömrümün sarayından. Əziziyəm bir dəmə, doldur üçün bir dəmə. Əziziyəm bir dəmə, doldur üçün bir dəmə. Bugünlük bu qədər. Səhifəmdə izləmədə qalın. Gələn görüşlərə dək.